Bəsti sən Allah. Bəsti sən Allah. Başlayaq. Dünyanın sonuna doğmuşum ya da ölmüşüm de haberim yok. Bəsdir. Salam ballar. Ay qız bəstin yeni bölümündə Cəmilə, Əsmər və mən Tansu qarşınızdayıq. Mövzumuz dünyanın sonudur dostlar. Dünyanın çivisi çıxdı qızlar. Çıktı bu arada. Görmürsən biz Çıxardılar. qızlar ekrana çıxıb şey zad çəkirlər. Çıxıb 100%. Bilmirəm mutlu. Öyle. Ara ben belə. Bugün bilsəz ki, həyatınızın son günüdür. Bütün gün. Nə edirsiniz? Heç nə. Bütün gün üçün. Çox deyirəm. şey. Heç nə. Çox şey. Nə edirsiniz? Mən emosional adamam. Bəlli olduğu üzrə işte sevdiklərim zat. Bir də dəxilsiz yemək yeyərəm 100%. Dəli kimi yemək yeyərəm. Davamlı diyetdə olan adamam. Dəli kimi yemək yeyərəm, hər şeyi yeyərəm. Sonra işte sevdiklərim insanlar, insan topluluqları, bütün dostlarım falan. Birləşdirməyə çalış. Nə bilim, Mən gəlməyəcəm amma. ürəyimdə qalmış bir şey varsa və həmin momentdə eləyə biləcəyim, yaxın ərazidə bir şeydirsə, sразу onu eləyərəm, nə bilim. Məsələn, eləmək istəyib heç cürə çatdıra bilmədiyim şey. Poligonda şey atırlar, aç bir türlü gedəmirəm. Sразу gedərəm. Ən yaxında harda varsa gedib onu. Mən də çox istəyirəm onu. Çox pahalı bir şey də deyil məncə. Deyil. Dünya son günü Mənim olsun. Vaxt elə. Çünki onun çıxış saatları mənim iş çıxış saatim odur budur falan. Gedəmirəm. Məsələn, elə dəxilsiz eləmək istədiyim şey varsa, qaça-qaça onları eləyərəm ki, ürəyimdə qalmasın, nə olar. Mən evdə oturaram. Piylə. Mamamı göndərim qohumların yanına. Tək başıma. Tək başına pişiyimlə uzanaram yerimdə, nəyəsə baxaram. Vaxt öldürərsən. Vaxt öldürərəm. Qurtarsaydın gedərdin. Eynən. Ya bunu eləyərəm, başqa heç nə. Mən bir şeyə pis olaram ki, mənim ailəm başqa yerdədir, dostlarım başqa yerdədir. Mən hamısının yanında olmaq istəyəcəm. Belə olaram. Mən 100% sizə deyirəm ki, mən bugün öləcəyimi bilsəm, mən səhərdən axşama zırıldayaram da. Allah andır. Bütün gün ağlayaram ki, mən nə bədbəxt adamam. Cəmaət xəbəri olmadan ölürməm, yenə xəbərim var öləcəyimdən də. Bir Pis dəqiqə. bir şeydir bu arada. Bir dənə mən ölürəm. Hələ ki bundan gedirsə, hələ gəlməmiş yox. Bayaq dünyanın sonu dediyimdə elə bildim hamı ölür. Sən bilirsən ki, sabah öləcəksən. O 100% oturub ağlayaram. O arada nə edərsən ağlayıb? Yaxınlar, qohumlar Biraz orada ağlayar, biraz burada ağlayar. Mən özdə bax şey oldum, mən tetiklədi tapdım. Dostlar, mən biraz ölüm fobiyası olan insanam. Dəqiqə burada kriz keçirdəcəm, panik atağım zatını tutacaq. O çox pis. Onu bilmirəm. Mən elə bildim ki, dünyanın axırı hamıdır. Yox, ona gələcəyik hələ. Bir də əlavə vermək istəyirəm ki, əgər yəni mən öləcəmsə, son günümdürsə, bir dənə siyahı yazmalıyam. Pişimin yediyi yeməklər, baytarının nömrəsi. Çünki mən mamam onları bilmir. Nə almaq lazımdır, necə eləmək. Bunun siyahısını yazaram. Yəni əlavə eləyəcəyim şey. Başqa heç nə yoxdur. Bəs yaxşı, dünyanın sonudur. Ona gələn Bax, olar. sabah. Sabah dərdləndi. Dünyanın son günüdür, hamı da bilir. Siz nə edirsiniz? Bayaqki ssenari. Bir də hamı bilir. Halallaşırsan. Hamı bilir. Halallaşıram deyəndə halallaşmaq yoxdur, istəyirəm. Şey kinosu var idi. Look Up idi, nə idi? Leonardo DiCaprio'dur, Jennifer Lawrence'dır zətdə. Orada axırıncı səhnədə hamı bir stolun başında oturur, elə gözləyirlər də meteoru, yemək yeyə belə. Son şam yeməyi kimi də elə. Məsələn, o mənim xoşuma gəlir. Elə ideya mənə okey bir şeydir. Mən hamı ilə sevdiklərimlə olmaq istəyirəm. Zaten öyle olur. Mən elə gəlir. Yəni dünyanın son günü olunduğu bilsə, hamı sevdiklərindən bir yığışıb toplanır da. İndi hamı sevdiyinə yığışsa biz üçümüz bir eyni otağa toplanmayacağıq. Yox, hamı ailəsinə. olmayacaq. Nə oldu? Bu nə oldu? Sayılmadı axı. Onu deyirəm də, mən ona görə çox sıxıntıya düşərəm ki, dostlarım başqa yerdədir, ailəm başqa. Mən onların hamısını necə mənəm. Üzr istəyirəm. Mən mamamı evdən göndərərəm. Mamam baxacaq buna. Baxsın da. Qohumların yanına göndərəcəm də. O da öz bacısı ilə, qardaşı ilə sağollaşmalıdır falan. Mən evdə pişiyimlə oturaram. Gözləyirəm ki, nə vaxt gələcək. Vəsiyo. Mən prosta Vaxt ki, öldürərəm. qohumlarla bir araya gəlsək, qohumların yarısı. Qohumlarla gəlmərəm bu arada.
Qohumların yarısı Türkiyədədir, məndə yarısı bu tərəfdə. Yolda keçirdi elə bax. Yolda təyyarə. Onu fikirləşirəm. Mən Zaqatalaya 7 saatdır yol. Mən onsuz da 7 saatım yolda gedəcəm. Mənə daha rahat ola bilər əslində. O Zaqatalaya qədər uzaq deyil ya, 2 saatdır. Uçaqla. Amma Oradan həmin ora da momentdə getdi. hamı getməyə çalışacaq, başa düşdün? İndi ona qalsa hamı panikaya düşəcək. O gün Sonrasındakı zaten dünyanın son günü Belə olacaq. düşün də, pilotlar məsələn, onlar da istəyəcək ailəsinin yanında olsun. Pilotlar hara Uçmuyor uçaqlar. kim uçacaq? İndi ona baxmırıq da, ona qalsa uje sevgi zad ağla gəlmir də. Ölkə dünyada bir panika olar zaten. Yəni bu şeylər olmaz. Biz öz varsayımımızı da, öz Siz dünyamızda. bekarsız oturun evinizdə də. Mən nəyim evim ailəmin yanına gedərəm də, nəyim? Yaxşı. Yaxşı. Bu dünyanın sonundan bir qurtuluş yeri var. Sizə də bir dənə o şans verilib. Yanınızda da bir nəfər apara bilirsiniz. Kimi apararsınız? Ölüm səssiz. Mən kimi aparım? Mən mamamı apararam. Mənim cavabımı bilirsiniz. Mən daha pişiyi dəyərli. aparasın, pişiyin. Təbii ki. Hə, mən də Mama üzr Ay, balam, istəyirəm. Mən də əməlli mama uşağıyam. Allahın olsun, yəni. Belə görürəm ki, mən mama Elə olmalıdır da. Apıl çıxır birinci mamama deyirəm. Mamam elə, mamam. Kimisə öldürür Mamamı birinci qurtarır. mamasına deyir. Hər şey. Mən mama Bir sən necə? Məsələn, bacımı istəyirəm, amma Amma da üzüldü bir dəqiqə. bir dəqiqə mən də öz dərdimdəyəm bu dəqiqə. Bacılarımı istəsəm, bacılarımın uşaqları var. Onları tək xilas edəsəm, onlar istəməyəcək tək xilas olmaq. Çünki onların övladları var. Onlar yox deyəcək. Mamam məsələn, papam var. Papam məsələn heç kim aparmam. Bir tək gedirəm 5 yola. Mən pişiyimi apar da. Yox, ondan qabaq o qədər adam var da Az bilmirəm. insanlar ölür də. Ay, yo, dünyanın Allah rəhmət sonu. Bir eləsin. dəqiqə mən qarışdırdım. Dostlarımdan birini aparsam, O bizlə küsür. O bizə öləcək. ölür bana də boş küsür ver. ay qızım. O söyləyəcək boş ver. Prosta hansı bunu necə seçə bilərəm axı bu dostum aparmır. Kanadadakilərə çıx, olsa onlara ulaşamayacaqsın. Sən onların bura gəlməyi 2 günü bulacaq. Güldən sən çıxdın. Onlar gələnə kimi. İyi bax qısa çembəri Burada daraltdım. suruş var, şey var, Cəmilə var. Cəmiləni aparsam, Cəmilə ağlayacaq ki, mənim pişiyim qaldı, gəlməyəcək. Cəmilə pişiyini verir ki, al apar. Mən pişiyini aparmayacağam axı. Cəmilənin pişiyi Cəmiləyə o qədər dəyərlidir. Mən o qədər dəyərli deyil, axı pişiyin yerinə başqa götürüb verəcəyim də insanlar var. Mənə verdiyin dəyər, ona verdiyin dəyər. Bildinmi? Hələ Cəmilə Necə deyir. yəni aparmayacağam bir dəqiqə. Bala. Balam, indi belə düşün də, sən pişiyimi mi aparacam, mamamı mı aparacam? Yox, sən məni aparmaq istəyirsən. Seçənəklərin içində sən aparıram demirəm. Dəqiqədə Amma qərar verə düzdür də, bilmirəm. sən bax o seçim ona aiddir. Sən Yəni aparmaq də. istəyirsən, yoxsansa sən öz Sən yerinə başqasını gəlmək sala bilməzsən. istəmirsənsə. Ay özünüz bilərsiniz, mən pişiyimlə ölərəm, mən çox fərqi An yoxdur. gördürəm də. Kim qalır? Suruş qalır, mamam qalır, papam var. Adda çəkiriz, Nə soruş gəlir? qərar. Bilmirəm, ay bilmirəm. Ay çox çətin. Bu bacılarımın adı nə idi? Interesin ad qoymuşsan. Nətər yəni? Dəbiş. Dəbişə aparanmaram. O böyük bacımı da aparanmaram. Uşaqları var. Mən onları aparsam bu necə pişiyini deyəcək? Onlar da deyəcək ki, mən balamı apar. Mən nə edeyim? Balasını apardım. Sonra mən o uşağa nətər analıq eləyəcəm? Dünyada dağılıb. Vaxt tutarır. Bilmirəm. Tez Heç ol. kim aparmıram tək gedirəm. Ha, vəsə. Heç bir özü də getmir də təsəvvür elə. Eyvah, bir şey ölürəm. Onlar ölüyorsa mən orada yaşayanmərəm falan. O şeylərə də girərsən. Az girməmişdi, ağlıma Girdi. saldın durduq yerə. Çünki bunu biraz da düşünsəm axırı o da onsuz da. Mən bilirəm bu nöqtəni hardan vuracağım. Allah mən Bu 2 nəfərlik biletini alıb çıxıb gedirik. Heç bir şey. Bir dənə deyim də bunu cındır. Mən getmərəm böyük ehtimalda. Sizə bir şans sunurlar. Bir dəqiqə. Oxuq elə başda. deyirəm də, sunamazlar. Hayır. Hə. Siz seçim sizə aiddir. Dünya yox olur. Ya sıfırdan başlayacaq. Aha. Ya da tamam yox olacaq. Elə bir sıfırdan başlamaq bilsən nə? Bu lap daş dövrünə də Mağaradayım. bu vaxtlara keçmək. Zordur. Olar. O yoxsa tamamilə yox olmanı tərcih Yox olsun. edirsən? Yox, zordur. Mağaraya qaydaq. Belə. Bu olsa belə şey mağara erkekleriniz adı bəyənir. Bu tarz tipli erkekler. Sonunda istədiyim axır ki. O instinktlə şey oturacağam, mən ocağımı qoruyacağam, gedəcək ovlanacağam, mamont zad gətirəcək mənə. Zordur da. Onda dərsini verəcəklər, geyəcəm zad.
Bu arada Xəzizə Az qarşıyam düşdün. mən. Bu qızlarsa qarşıyam. Qarşıyam var. Prosta orada uje survivalda həyatda qalmaqdır, məcbursan. O xəzi girib geyməsən donu verəcəm başda. Hələ ot da kəşf olunmayıb. Başa. Allah sən. Xəz istəyirsən sən? Yox, əsla. Qarşıyam. Hə, bir dəqiqə mən kaçırdım oraya. Onu deyirəm. Xəzə qarşıyam. bilmir. Sadəcə orada Sən məcburam. ət də yemir səni. Toyuq yeyir, ət yemir. Bunu Yığıcılıq da qarışdırma. var da. Quşmuş da ovlayarlar da. Evet. Oxçuluq nə idi? Mezolitdə deyildi. Mezolit dövrünə keçsək olar. Mezolitdə oxçuluq var idi. Onu ayarlaya Onu bilmirik. sən Sıfıra ayarlamırsan həyatım. gedirik. Sıfır. Oyda alt paleolitdə zəddə yox idi axı o söhbətdə. Şeylə heç bilmirəm. Nə qədər cahilim. Haqlıymışlar Tansu. Haqlıymışlar insanlar işlək. O yoxdur da, məndə işin riyazi tərəfi var. Dur, mən söz əlcəyəm çünki. Hə, yəni bir dəqiqə qurtarmadıq. Heç sən heç demədin ki. Səndə də axı sıra. Mən xəzimdə itdik. Kamu spotu kimi girdar heç mən xəzə qarşıyam. Heç hazır değildim və buna. Satın alma sahiblər. Hə, mən yəni seçim eləməyə qalsa, hə, mən dünyanın yox olmağının tərəfdarıyam. Çünki bu sıfırdan başlamaq həddindən artıq efordur. İndi mağara həyat tərzi, nə bilim biz belə dəxilsiz qəbilə şəklində bilmirəm nətər olub bu dövrdə. Tam amma əziyyətli bir dövrdür və mən əziyyət sevməyən insanam. Çünki bu dəqiqə heç əziyyət çəkmirik də biz. Onda vəbşə əziyyət çəkəcək və mən qəti şəkildə əziyyətə tahammülü, səbri çatmayan, Dözümüm yoxdur. Dözümüm yoxdur mənim. Ona görə mən yox olmağının tərəfdarıyam. Mən də. Sıfırdan başlaya bilmərəm. Başa düşürsüz? Bu mövzuda tamamilə Cəmilə ilə eyni fikirdəyəm. Mən get yox da ovla, onu elə, daşmaş, bir şeyləri oymoy. Zordur. Təcrübəm yoxdur, balam. Kanka, o təcrübə dövrün adamı olur. deyiləm. Mən də mağara oğlanlarını bəyənsəm də, mağara kişilərini bəyənsəm də. Amma bunun üçün getmərəm də ona, yəni. Mən də onun üçün getmirəm. Burada xahiş edirəm. Mənim şey yadıma Amma düşür, şey- o Qobustana gedəndə. Hə. Gəzdim. Qayalıq daşdıq, divara küşdən şey çəkilirdi. Dedim bu nasıl bir ilkəllikdir arkadaşlar. Adama belə bənzəmiyor bu. O hələ mədəniləşən hissəsidir mən bildiyim Təsəvvür elə, qədərilə. təsəvvür Uca elə. çəkməyə başladıqlar. Yoxsa o alt boyutda var. Nəsə unutmuşam, yadımda deyil. Nəysə amma yox, zordur. Belə təcrübə eləmişəm. Biraz da oradan təcrübə olsun. Nə var ki? Bir də sual nədir? İndiki bilgi birikimimdən mi gedəcəm? Yox təbii ki. Yox. İndiki şuurumdan mı gedəcəm? Xeyr. Onda vapşı rahatdır. Buradakı komfortumu onsuz da bilmirəm ki, gəlim yaşayaram da orada. Nə ki, biri 30 il. Orada onsuz yaşam ortalaması da aşağı idi. Biri 20-30 ildə orada fırlanar. Yəni mən o dövrə getsəm, yəqin ki ilk depressiyaya düşən insan mən olaram. Başüstüz o qədər eforun qarşılığında. Azlıq mağarasından ilk depressiyaya düşmüş qadının alt çərəsimi tapılır. Mən Ay. dünya ilk depressiyası. O zor, çok iyiydi bu ya. Teşekkürler. Yəni də təsə indiki kafanla gedirsən və şey elirsən də əsmər. İndiki Gedirsən və şey özgürlük istəyirsən də orada qəbiləyə düşmüsən. nə dəxli var? Şeyə Özgür söz qədər haqqı. matriarxat var idi. Bir dönəmə qədər, oxçuluğa qədər yenə səhv eləmirəmsə səhv eləyirəm. Matriarxat idi. Patriarxal yox idi ki. Bomba kimi deyib sözün həqiqi mənasında kraliçələr kimi yaşayırsan da zordur. Bildin mi? Orada hamı kraliçə olmur ki, bir dənə olsun kraliçədə. Elə yox da, şey Və kimi söz düşün. haqqın yoxdur, kölə olursan. Elə deyil. Ay qız köləlik orada deyil. Hardadır? Orada Ay deyil, balam, orada o deyil. feodallıq zad gələndən sonradır. Sıfır, tarix sıfır, coğrafya deyim sıfır, də, ədəbiyyat orada- sıfır. Bu masanın ortalama 287. O oxçuluq, o söhbətlər, nəsə kişi əməyi qabağa çıxandan sonra nəsə elə bir şeylər var da. Hə, bildim. Əvvəl qadınlar zor idi. Hə, Matriarxat var idi. Doğurqanlar falan filan. var. Mən orada bomba kimi yaşayıram da. Nə var ki? Hələ ki də indiki bilgi birikimimdən geçsəm, orada odum belə çaraq eləyəcəm. Sonra cavan mən Allah kimi baxacağam. Sonra başlayacağam mən stayiş eləməyə. Orada nə bilim şehdən, mehdən, suzad o şeyləri tapacağam. Zordur da mən bomba kimi saxlayacaqlar orada. Deyəcəklər ki, Allah bilir dəvəyə qanat Şey- verə bilirlər. wow. Yaxşı. Dünyanın yox olacağını bir dənə siz bilirsiniz. Soracağım biləcəm. Bunu kiməsə deyərsinizmi, demərsinizmi? 100%. Niyə mən bir dənə əziyyətini çəkməliyəm ki, bilmədim yəni niyə?
Niyə çəksən ki, o dünya son gəlir də. Bu mənəvi ki, ağır Bir bir gün çəkəs, məlumatdır. bir gün çəkəsən. Yəni, Niyə? Mən sən niyə də çəkmirsən indi günlərlə. Bir gün yola ver də. Niyə dünya bilək sən o sözün həqiqi mənası deyilir. Dünyanın qahrını çəkməyi niyə mən çəkirəm ki, Niyə bilsin qaçaq hamı. çəkirsən? Hamı öləcəkdi onsuz Bildim, da. amma mən qorxuram axı ölümdən. İt kimi pis olacaq. Dəli Hamı deyir, olsun. sən o hamıya deyəndən sonra sən nə kötü bir insansın Mən, ya. bir dənə mən niyə pis olmalıyam? O hamının içində dərd olsun. Bir dənə Əsmə mənə demə elə bir şey olsun. deyəcəm. Ay istəmirəm. Belə eləyəcəm, mən. gələcəm qulağıma pıçıldayacam. Tansu. Mən belə inanmaram eləyəcəm. buna. Kimsədən bilsən az düşükləmə deyərəm. Mən deyəcəm də, o bizə içi o şübhə düşəcək axı. Düşməyəcək. Allah sən də sən düşməyəcəksən. Mən də sən bəlkə. yoxdur dostlar. Mən də sən bəlkə düşər Mən amma deyəcəm. Mən sən deyəcəm, sən ona dedistir. Deyərsən. mən təbii ki demərəm. Sən mənə desən mən ona deməyəcəm. O xəbərin olsun. O sən deyəcək ki, demə dansuya. Mən bilsən Mən niyə? şey falan postda da ataram başa düşürsən. Mən sən niyə Sonra demək? dəli deyəcəklər mənə. Ya arada kahin də çıxa bilmirsən, hamı ölür Dəli sabah. deyir. Hə, heç kim də deyə bilməyəcək ki, bu qız düz deyirmiş əslində. Şey olacaq da maksimum meteorun gəldi mən. Düz getdi başa düşdün. Mən də ona görə bunu çox insani bir cəhətdən dəvəməzlik eləmirəm. Prosta yox, hamı eyni vaxt təəccüblənsin, başa düşdün. Falan desinlər, ölsünlər. O bir dənə zarafat var, pomidor, 2 dənə pomidor yol keçirir. İstəyirəm ki, elə bir şey olsun. Şey başa belə düşdün? də dedi 2 pomidor yol keçirdi. Bir dedi ki, diqqət elə maşın gəl. O birisi dedi ki, afçı. Tam olaraq elə bir şey olsun istəyirəm. Əylənəcəm yəni başa düşdün. Ay çok iyiymiş. Amma əylənməyə də Bəyəndim. çatdırmayasaq. Sən də o momentdə afçı getdin. Eybi yoxdur, mən biləcəm ki, bütün dünya onu yaşadı. Hiçbir şey. Çok saçma. Ben de demərəm. Niyə? Ay bala. Sənə nə var biz demirik? Ay bala. Ehtiyac yoxdur. Bir panika olacaq. Deyəlim ki, inandılar mənə də. Deyəlim. Mənə də heç kəs inanmaz bu arada. Mamam da inanar heç olmazsa. Ay yox inanmaz Məncə Allah birinci haqqı. maması Düşürəmə inanmaz falan elə. deyər. Yəni O tavrını mamasından alıb. bir onu istəmirəm. Yaşamaq ki, ətimizi tökməyi bilməm nə. Bu keçsin. Bir də ki, demərəm çünki yazıqdılar insanlar. Qoy bilmədən ölsünlər. Risk ölsünlər də. Risk ölsünlər. Sürpriz zat dərdində də deyiləm. Mən Xəbərlər bu arada, yəni məsələn mən çox adam bilmirəm. yatıb ölsün. Mən bilmirəmsə, amma istəyirəm mənə deyilsin. Qoy bilim. Niyə bilmirəm? Deməyəcəyik. Mən Üzr elə bir şey istəyirəm. olsa mənə deyin. Bir dənə mənə deyin. Yox, biz buna deyəcəyik, bu gep hamıya deyəcəyik. Yox. Demirsən onsuz da heç kim inanmayacaq. Mən deyim. Yox. Sənə demərəm. Sənə heç demərəm. Ay qız, bir ağlaşma qurar. Yaz. Sən heç kəsə demərsən əsməsən, o qədər ağlayarsan ki, ağlayıb ürəyə gedər də. Mən bu arada eləmişəm bunu. Şeydə bir şey var idi. Bu 2012-dəki yox. O hamı bir gün qalmış. O yox. Başqa belə bir gün var idi. Həmin gün yenə xəbər saytları olmur. Mən də onda 5-də oxuyuram, nə də oxuyuram. Demişlər ki, həmin gün dünya dağılacaq da. Həmin gündə bir dənə külək qalxdı. Amma çox pis külək qalxdı. Mən bir dənə ağlayıram. Bir dənə Allaha dua eləyirəm ki, ay Allah, nə olar bu gün dünya dağılmasın. Gələn həftə olsun, amma bu gün olmasın. Sanki Allahın başına aldadıram. Nə dəxli var? İstəmirəm ümumiyyətlə bu olsun. Bir dənə ağlamışdım, bir dənə dua oxuyuram, nə bilim, Əlhəm oxuyuram, İxlas oxuyuram, onu falan. Bəlkə də dünya sənin dualarını xilas edib, bilmək olmaz. Bir uşağın duasıydı o. Ola bilər. Amma çox pis külək qalxmışdı da başa düşürsən. İnanırım. Niyə də yox o? Bir uşağın bu dünyada nə qədər uşaq dua edir, əsər təsəvvür belə edə bilməzsən. Heç bir şey. Bir dənə əlaqəsiz bir sual istəyirəm verim. Dünyanın sonundan çıxalım artıq. Çox xahiş edirəm. Depressiyaya düşdüm. Yəni məncə belə də şey olmadı da. Olanda olacaq da, yəni də. Amma necə bizdə elə. Gecə existential crisis yaşayıb yığacam ha, sizin xəbəriniz olsun. Yaxşı, Ümidimiz yığarsan. var. Mən yığma. Sən onu yığarsan. Yatmış o. Sizcə gül hədiyyədirmi yoxsa yox? Həmən bir dəqiqə, nətər? Əvvəla gül hədiyyədir yoxsa yox? Bunu danışaq. Hə, hədiyyədir. Yəni sevənə hədiyyədir də yəqin ki. Kim sevirsə. Mənə deyil. Yox. Mən ümumiyyətlə gülü hədiyyədən saymıram.
Nətər Məsələ yəni? odur. Bax, bir var ki, sən ad günündür, sənə gül hədiyyə Onda edirlər. hədiyyə deyil. Hə, ondan bəhs edirəm bu Yox, dəqiqə. yox, onda hədiyyə. Ev ki, elə bir yəni ad günümdə də normal gündə hə 100% hədiyyədir. Belə çox da qəşəng hədiyyədir. Amma ad günümdə gül hədiyyə deyil də. Mən kimisə ad gününə də məsələn gül alıb demərəm ki, bu sən sevmirsən, canım, sevən adama da mən gül alıb ala bu sənin hədiyyəndir deyəmmərəm. Yox da elə bir şey. Səncə hədiyyədir? Yəni yenə deyirəm, sevənə hədiyyədir yəqin ki. Siz dediyiniz bu özəl günlərdə gül hədiyyədirmi? Məncə Özəl hədiyyədir. olsun və ya elə belə bir vaxt verilmiş olsun, yenə Fərq hədiyyə. Elə belə olsun. bir vaxt hədiyyədir. Amma ad günümdə Niyə xüsusi günlərdə ad hədiyyə günümdə deyil? Nədir o? Güldür. Vəsə. nətər? Niyə xüsusi günlərdə veriləndə hədiyyə deyil? Deyil axı. Xüsusi gün Nədir bəs? hədiyyəsi başqa olmalıdır. Güldür də, yəni elə Bunu deyil. konuşduq. Biz bunları hep konuştuk. Nasıl konuşduq? Demişdi ne gül sevgililer günündə mənə gül almasın amma şey Hə, alsın. məsələn, sevgililər günündə ümumiyyətlə yəni şeyim yoxdur. Sevgililər günündə nəsə almağını şey olar, il dönümü olar, məsələn. Orda hədiyyə alınmalıdır məncə. Sevgililər günü onsuz da sənin il dönümün olmalıdır daha çox. Amma yenə deyirəm, nə mən ad günümə gülü hədiyyə deyək. Gülü hədiyyənin yanında gətirə bilərsən. Gül Zordur. Amma yəni normal bir gündə gül hədiyyədir, hə. Amma Gül bence hədiyyə deyil, gül jestdir. Bir güzellik yapmaktır. Hədiyyə deyil, heç bir halda hədiyyə hədiyyə. düz Normal deyil, bir gündə də gətirən də hədiyyə deyil məncə. Ay 3 gün sonra solan şeydir, nətər yəni hədiyyə? yox, suya qoysan solmur. Olsun bir həftə sonra solar. Kitabın arasına qoyursan qurudursan falan. Əsər kimi danışım məndə. Yox. Görməmişəm Mən- qurutduğum güllər. Sevgilin var sənin, münasibətdəsən və sən ümumiyyətlə heç gül almır. Yəni 2 ildir, 3 ildir. Ümumiyyətlə heç gül almır. Problem. Köhnə sevgilimdir. Hədiyyə alır amma. Nə bilim, özəl günlərdə falan alır hə. Köhnə sevgilimdir. Tələb eləyərsən bunu ondan. Demərəm. Deyərəm, necə deyərəm? Mən gül deyərəm, nam yox ataram da. Bir dəfə, 2 dəfə, 3 dəfə almırsan, davay. Yox, yəni gül al mənə. Niyə almamalıdır? Bu mənim gül. Və mən şey demirəm, amma mənə 101 dənə roza zad gətirməyinə ehtiyac yoxdur. Bazı bir nərgiz al sezon çıxanda. Bazı bir dənə roza gətirə bilər. Yəni belə mən böyük şey istəmirəm də. Elə bir çələng zad gətirməsin. Lazım deyil. Gül ümumiyyətlə mənə heç vaxt çatmayıb. Ya abi, yəni Eynən. solub gedən bir şeydir. Mən həqiqətən Mən sevmirəm. bilsən necə alanda belə ya falan oluram. 15 dəqiqəsi var. 15 dəqiqə sonra mən o gülün üzünə də baxmıram. Quruyur gedirlər Hər falan filan. keçəndə baxıram. Abi heç gül qadını deyiləm ya mən. Yox, hər keçəndə baxıram. Mən də gül qadını deyiləm. Mənə çox belə özəl verilsə Allah razı olsun, amma çox belə önəmli bir şey deyil. Verilsə, yəni suya qoymağa belə tənəzzül eləmərəm də o dərəcədə. Bəzən maraqlı qoyur. deyil. Yox, qoyaram yəqin Mənim ki, mamam ömrünü qoyar. uzatım. Sağ olsun. Saxsı güllərini sevirəm. Çünki onu yaşadırsan, bunun biraz mənası var, Hə, başa onu mən düşdün. baxamadığım Eynən. üçün istəmirəm. Yəni bir getirsən, ona baxırsan, eləyirsən, bir mənadır. Sənə bir məşğələ verir də bu. Amma məşğələ sözünü həyatımda ilk dəfə eşitdim. Bu necə çıxdı bu anda bilmirəm. Sənə halal olsun. Belim tutdu. Ağır gəldi bu söz. Dipçəkdəki o gülləri sevməməyimin səbəbi pişim yeyir, yəni ona görə ehtiyacı yoxdur. Mən baxa bilmirəm, quruyur, ölür onu görə. Yəni mən ona davamlı diqqət göstərə bilmirəm. Lazım deyil. Elə quruyan gül alsın. 3 günə özü quruyan. 3 günə qurumur. Mən onu suya qoyuram, bir həftə, 2 həftə çəkir. İçinə şəkər atırsan. Wow. Yox. Şəkər at, biraz uzanıram. 2 həftə. Bunu mən gül sevməyən biri olaraq gereksiz bilgilər ölürəm. bilirəm. Mən elə şəkillər, hətta biz teatrda şey olanda bu göstərimə bir sürü dostum gəlmişdi. Məndə full güləm də, anladın mı? 10 dənə falan buketim var və kimsəyə qoymamışdım ki, onu daşısın. Onunu da qucağıma almışam. Liftə girmişəm, bir dənə şəkil çəkmişəm onunla zaten. Mənə gül alınanda mən ümumiyyətlə küçədə gəzməyə də utanıram, yəni o güllə əlimdə. Yox, elə Çox bir şey yekədir. Ay yox, yox. mənə çox qəribə gəlir. Əlimdə bu bütün sokağa gəz, hamı sənə baxır falan. Mən biraz qəribə gəlir belə Ay şey. qız yox, Allah dəlisən. Yox, prosta mən sevmirəm. Ürəyim gedir. Nəysə dostlar, belə bizimlə olduğunuz üçün çox təşəkkür edirik. Bizi izləyib, bizi bəyənməyi, paylaşmağı, kanalımıza abunə olmağı unutmayın. Sizi sevirik. Bəsti, bəsti, bəsti sən Allah. Bəsti, bəsti, bəsti sən Allah.